Hər birinizi salamlayıram. Mən Stara Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə 19-20-ci əsrin əvvəlləri mövzusundan qalan 3 dövlətimiz və bir dövlətlərarası münasibətlər mövzusunun izahını paylaşacağım. 3 dövlətimiz lövhədən də gördüyünüz kimi Çin, Hindistan və Yaponiyadır. Bunları qeyd eləyəcəyik. Daha sonra isə dövlətlərarası münasibətlər mövzusunu, bundan da 19 və 20-ci əsrin əvvəllərində olan dövlətləri yekunlaşdıracağıq. İzaha keçməzdən öncə kiçik bir xatırlatma etmək istəyirəm sizə ki, məni Instagram üzərindən də izləyə bilərsiniz. Instagram hesabını da burada aşağıda yerləşdirirəm. İzləsəz, dəstək olsaz, sevinərəm, təşəkkür edirəm indidən. Başlayaq. Çin 19 və 20-ci əsrin əvvəllərində. Baxaq görək Çində vəziyyət necədir. 19-20-ci əsrin əvvəlləri. 19-cu əsr biz Çinə baxanda, Çində görürük hakimiyyətdə Mancur və yaxud Tsin sülaləsini. Yazırıq. Mancur və yaxud Tsin sülaləsi. Bu Tsin sülaləsi ölkəni qapalı ölkə elan edib. Yəni, ingilislər indi Hindistandan danışanda deyəcək ki, 18-ci əsrdə gedib oranı yarım müstəmləkəyə çevirirlər və başlayırlar orada tiryək hazırlamağa, sonra da onu Çinə satmağa. Bu da istər-istəməz Çinin daxilində müəyyən problemlərə səbəb olur deyə Çin hökmdarı 1800-cü ildə bu tiryək alverinin dayandırılması haqqında bir fərman verəcək. Amma sonra qaçaq yollarla bu alverlər davam edəcək deyə nəticə etibarilə biz konkret şeylərdən danışacağıq. Onlardan biri də ki, 1840-cı ildə baş verən birinci tiryək müharibəsidir. Deməli, 1840-1842-ci illərə əhatə edən birinci tiryək müharibəsi. Müharibə baş verib Çin və Böyük Britaniya, yəni ingilislər arasında. İngilislər qalib gələcəklər, Çin məğlub olacaq və 1842-ci ildə Nankin müqaviləsi imzalanacaq. Nankin müqaviləsinin şərtlərinə əsasən Çin ingilislərə, ingilis tacirlərinə öz ölkəsində eksterritoriallıq hüququ verəcək. Bunu biri bura yazaq, eksterritoriallıq. Daha sonra öz 5 limanını ingilis tacirləri üçün açacaq. 5 liman. Daha sonra İngiltərəyə təzminat ödəyəcək və Hong Kong və yaxud Siyangon adasını isə ingilislərin icarəsinə verəcək. Hong Kong yazdıq bura icarə. Bu oldu bizim Nankin müqaviləmiz. 1844-cü ildə Böyük Britaniyadan başqa Fransa və ABŞ-da Çin ilə qeyri-bərabər hüquqlu müqavilələr imzalayıb. Deməli, 1844-cü ildə Çin həm Fransa, həm də ABŞ ilə müqavilələr imzalayacaq. Məhz Nankin müqaviləsi əslində Çinin imzaladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi və bu müqaviləyə əsasən Çinin yarım müstəmləkəyə çevrilməsinin başlanğıcı qoyulur. Sonra baxaq görək nə baş verəcək. Sonra biz Çində ümumi bu proseslərin əleyhinə mübarizə aparan bir hərəkat görəcəyik. Bu hərəkat Taypinlər hərəkatıdır. Taypinlər hərəkatı 1850-ci ildə başlayacaq, 1864-cü ilə qədər davam edəcək. Taypinlərin əsas məqsədi ondan ibarət idi ki, onlar ümumi bərabərlik ideyasında bir dövlət yaratmaq istəyirdilər. Dövlət. Bu dövlətimizin ideyası da nədir? Bərabərlik. Yarada bilirlərmi dövlətinlərini? Bəli, yaradırlar. Nankin şəhərini tuturlar, elə öz dövlətlərinin paytaxtı elan edirlər və özlərinə bir dövlət yaradırlar. Yazdıq bura. Dövləti yaradandan sonra da daxildə bəzi tədbirlər verirlər. Taypinlərin tədbirlərinə əsasən vergilər azaldılır, bir də ki, qadınlara kişilərlə bərabər hüquqlar verilir. Yazırıq, qadın və kişi. Bu hərəkatın gedişində Çində növbəti müharibə baş verəcək, ikinci tiryək müharibəsi. 1856-1860-cı illərə əhatə edəcək ikinci tiryək müharibəsi. İkinci tiryək müharibəsində bu dəfə Çin mübarizə aparıb İngilis və fransızlarla. Bu dəfə ingilislər tək deyil, yanında fransızlar da var. Çin mübarizə apardı İngiltərə və Fransa ilə. Təbii ki, İngiltərə və Fransa qalib gəldi. Çin məğlub oldu və 1860-cı ildə Pekin müqaviləsi imzalandı. Pekin müqaviləsinin şərtlərinə görə Çin yenə hər iki dövlətə təzminat ödəməlidir, tiryəkin açıq satışına icazə verilir. Bir də ki, Çin ən əsas məsələ Yansızı çayı hövzəsində bu dövlətlərin tacirlərini hərəkət etmək icazəsini nəzərdə tutub. Amma bir problem var ki, Yansızı çayının müəyyən bir hissəsi Taypinlərin nəzarətindədir. İş belə də olanda artıq bu hüquqları alan dövlətlər o hüquqdan istifadə edə bilmirlər. Taypinlər ora nəzarət edir deyə. Belə olduqda İngiltərə, Fransa və ABŞ
Çin imperatoru ilə yaxınlaşır və Mancurlarla birlikdə 1864-cü ildə Taypinlər hərəkatına son qoyurlar. Deməli, 1864-də İngiltərə, Fransa, ABŞ və Mancurlar birləşdilər, Taypinlər hərəkatına son qoydular 1864-cü ildə. İndi biraz əvvələ qayıdacağıq 1858-ci ilə. Çünki 1858-ci ildə Rusiya və Çin arasında Ayqun müqaviləsi görürük. Ayqun, Rusiya və Çin arasında. Elə A-la yadda saxlayın, Amurun bir hissəsi, əsasən də sol sahili verilir Rusiyaya Ayqun müqaviləsinə əsasən. Bu proseslərdən sonra nə baş verir? Bu proseslərdən sonra biz 19-cu əsrin ikinci yarısında Çinin əlavə iki müharibə apardığını da görürük. Bunlardan biri 1884-1885-ci illəri əhatə edən Çin-Fransa müharibəsidir. Digəri isə 1894-1895-ci illərə əhatə edən Çin-Yaponiya müharibəsidir. Hər iki müharibədə Çin məğlub olur, digər dövlətlər, Fransa və Yaponlar qalibi gəlirlər. Bu məğlubiyyətlər nəticəsində Çin Koreya, Tayvan və Vyetnam üzərində nəzarətini itirir. Koreya, Tayvan və Vyetnam üzərində nəzarətini itirəcək. Çin-Yaponiya müharibəsindən Yaponiya dərsində biraz ətraflı danışacağıq. Bu proseslərdən sonra artıq 20-ci əsrin əvvəllərində Çində artıq istər-istəməz dövlətin daxilində bəzi hərəkatlar meydana gələcək. Onlar Çini bu prosesdən çıxartmaq istəyəcəklər. 1905-ci ildə Birləşmiş İttifaq yaradacaqlar Çində Sun Yat-senin rəhbərliyi ilə. Sun Yat-sen. Birləşmiş İttifaqda birləşən insanların məqsədləri bundan ibarət idi. Yəni bir növ ittifaqın proqramı millətçilik, demokratikləşmə və xalq rifahının üzərinə qurulmuşdu. Məhz elə Birləşmiş İttifaq təşkilatlarının başçılığı ilə 1911-1913-cü illərdə Çində ilk inqilab baş verəcək. İlk Çin inqilabı. Bu inqilab nəticəsində Çində monarxiya hakimiyyəti devriləcək. Yəni Mancurlar hakimiyyətdən salınacaqlar. Monarxiya devrildi. Müvəqqəti konstitusiya qəbul edildi. Çin Respublika elan edildi və Respublikamızın prezidenti də oldu kim? Sun Yat-sen. Bu oldu bizim Çinimiz 19-20-ci əsrin əvvəllərində. İndi gəlirik Hindistana. Baxaq görək Hindistanda vəziyyət necədir? Hindistanda 18-ci əsrdə biz ingilislərlə fransızlar arasında 7 illik müharibə görmüşdük. Bu müharibədə deyirdik ki, fransızlar ingilislərə məğlub olacaqlar və Amerikada Kanadanı, Asiyada isə Hindistanı itirəcəklər. Artıq ingilislər Hindistanı müstəmləkəyə çevirməyə başlayacaqlar. 18-ci əsrdən başlayıb bu proses. 18-ci əsrdən etibarən ingilislər Hindistanı müstəmləkəyə çevirməyə başlayırlar. İş gəlir çıxır 19-cu əsrin əvvəllərinə. Ümumiyyətlə 19-cu əsrin əvvəllərində Hindistanda vəziyyət necədir? Böyük Moğol dövləti mövcuddur, amma dağınıq vəziyyətdədir və Hindistanda müstəqilliyə meyl edən racələr də var. İngiltərə də bu racələrin qalmasında maraqlıdır. Çünki onları özünə qarşı bir narazılıq proqramına çevirmək istəmir. Ona görə onların qalmasını dəstəkləyir. Amma ingilislərin Hindistanda apardığı bu müstəmləkə siyasətini əsas həyata keçirdən Ost-Hind şirkətidir. Ost-Hind şirkəti. Hətta Ost-Hind şirkətinin rəhbəri Hindistanı idarə etmək üçün general-qubernator vəzifəsinə belə sahibidir. Yəni Ost-Hind şirkətinin rəhbəri general-qubernator adı altında Hindistanda İngilis mülklərini idarə edir. Həmin bu İngilis müstəmləkəçiliyinin mərkəzi isə Hindistanda Kəlküttə şəhəridir. Yazırıq bura Kəlküttə şəhəri. Bunu da qeyd elədik. Sonra əslində bu dövrə qədər Ost-Hind şirkətinin Hindistanda bir inhisarçılıq hüququ var idi. 1813-33-cü illər aralığında verilən bəzi qərarlara əsasən bu inhisarçılıq hüququ ləğv edilir. Artıq digər şirkətlərə də həm yerli, həm də xarici Hindistanda müəyyən ticarət etmək səlahiyyəti verilmiş olacaq. Amma ingilislər də təbii ki, yavaş-yavaş Hindistanı müstəmləkəyə çevirməyə başlayacaqlar. Belə ki, 19-cu əsrin birinci yarısında Maratha konfederasiyası və Pencab tutulacaq. Daha sonra isə 1856-cı ildə Aud knyazlığının tutulması ilə artıq işğal bitəcək. İngiltərə Hindistanı tamamilə öz müstəmləkəsinə çevirəcək 1856-cı ildə Aud knyazlığının işğal edilməsi ilə. Bundan sonra artıq İngiltərəyə qarşı biz Hindistanda bir hərəkat görəcəyik. Bu hərəkatımız adlanacaq Sipahilər.
Sipahilər üsyanı. Yazaq bura sipahilər. Baxaq görək. 1857-1859-cu illərə əhatə edəcək. Üsyanın səbəbi nədən ibarətdir? Səbəbi təbii ki, müstəmləkə siyasəti və xristianlaşdırma, bəhanəsi isə əsgərlərin yeni patronlardan istifadəni rədd etməsidir. Bəhanəmiz yeni patronlar, səbəb isə müstəmləkə əsarəti və xristianlaşdırma siyasətidir. 1857-ci ildə sipahilər başlayırlar, Dehliyə daxil olurlar. Moğol hökmdarının olan 2-ci Bahadırı özlərinə şah seçirlər və onun idarəsi altında öz komandanlığını aparmaq istəyirlər. Lakin 1858-ci ildə üsyanın gedişində İngilislər 2-ci Bahadırı həbs edir və sürgün edir. Bunun nəticəsində də 1858-də 2-ci Bahadırın üstündən xətt çəkək və mən sizə sual verim ki, kimin ləqəbi Bahadır idi? Biz bir hökmdar keçmişdik, onun ləqəbi Bahadır idi. Bunu da xatırlayın. 1858-də 2-ci Bahadırı həbs edirlər, sürgün edirlər və bunun nəticəsində də Böyük Moğol dövlətinə rəsmən son qoyulmuş olur. Böyük Moğol dövləti yaranmışdı 1526-cı ildə, süqut edir ki, 1858-ci il sipahilər üsyanının gedişində. Daha sonra 1859-cu ildə Bahadır da gedəndən sonra vahid komandanlıq yoxdur deyə artıq sipahilər üsyanı yatırılacaq. Üsyan yatırıldı. Üsyan yatırılandan sonra artıq İngilislər Hindistanın idarə edilməsində müəyyən dəyişiklik həyata keçiriləcəklər. Hindistan işləri ilə bağlı nazir vəzifəsi yaradılacaq. Nazir. Hakimiyyət general-qubernatordan, deyirdi axı Ost-Hind şirkətinin rəhbəri general-qubernator statusu ilə buranı idarə edir. General-qubernatordan keçir vitse-krala. Vitse-kral və 1876-cı ildə Viktoriya, Böyük Britaniya kraliçası, imperatriçası Viktoriya Hindistanın da imperatriçası titulunu qəbul edir. Bu belə. Daha sonra baxaq görək Hindistanda vəziyyət necədir? İngilis işğalı ilə 19-cu əsrin ikinci yarısında yavaş-yavaş Hindistanda da kapitalist münasibətlər meydana gəlməyə başlayır. Bu kapitalist münasibətlərin gedişində milli kapitala məxsus müəssisələr yaranır. Bunlardan biri də 1884-cü ildə Bombeydə toxuculuq fabrikinin işə salınmasıdır milli kapitalın əsasında. İngiltərə təbii ki, burada bir parçala hökmranlıq siyasəti yürüdürdü. Racələrin orada qalması da ona xidmət edirdi. Lakin tamamilə işğaldan sonra artıq bu parçala hökmranlıq siyasəti biraz fərqli istiqamətə yönəldi. Belə ki, 1885-ci ildə İngilislərin icazəsi ilə Hindistan Milli Konqresi fəaliyyətə başlayır. Bu Milli Konqresdə olan şəxslərin, cəmiyyətin üzvlərinin əsas istəkləri İngiltərə parlamentində Hindistan haqqında qərarların müzakirəyə çıxarılması idi. Lakin bu cəmiyyətdə Hind knyazları və müsəlmanlar arasında kəskin qarşıdurma var idi deyə cəmiyyət istər-istəməz elə də ciddi təsirə malik ola bilmir. Təbii ki, kapitalizm meydana gəlirsə, kapitalizmin meydana gəlməsi artıq fəhlə təbəqəsinin yaranması deməkdir. Fəhlə təbəqəsinin yaranması isə təbii olaraq öz fonunda fəhlələrin iş şəraiti, əmək haqqı və digər prosesləri gətirir. Belə ki, bu fəhlələrin vəziyyəti təbii ki, hər yerdə olduğu kimi Hindistanda da yaxşı olmadığı üçün 1890-cı ildə İngilislər Hindistanda fəhlələrin ağır şəraitdə işlədilməsi və digər ümumiyyətlə onlara qarşı qanunsuzluğa qarşı bir qərar qəbul edəcək. 1890-da fəhlə yazaq bura qərar. Baxaq görək 20-ci əsrin əvvəllərində Hindistanda vəziyyət necədir? 20-ci əsrin əvvəllərində Hindistanda İngilis müstəmləkəsinə qarşı ilk ümumxalq hərəkat baş verir. Hindistanda ilk ümumxalq hərəkat. Hind ümumxalq hərəkatı 20-ci əsrin əvvəllərində. Ümumxalq. Birinci ümumxalq Hind mübarizəsi. Bu mübarizənin əsas aparılma forması boykotdur. Yəni İngilis mallarının Hindistanda boykot edilməsi. Əlavə olaraq nə deyə bilərik Hindistandan? Onu deyə bilərik ki, Böyük Britaniyanın Asiyadakı ən böyük müstəmləkəsi idi. Əsasən Böyük Britaniyanın burada müstəmləkəsi hal-hazırki dövlətlərdən düşür Hindistana, Pakistana, Banqladeşə və Myanmar və yaxud Birmaya. Bir də əlavə olaraq nə demək istəyirdim sizə? Hindistanı Böyük Britaniyanın müstəmləkələri içərisində Mirvari adlandırırdılar. Böyük Britaniyanın mirvarisi, yəni o qədər önəmli idi Hindistan Böyük Britaniya üçün. Bu oldu bizim Hindistanımız. İndi davam edirik, gələk Yaponiyaya. Baxaq görək Yaponiya. Biz ümumiyyətlə bundan əvvəl Yaponiya keçməmişik. İlk dəfə də Yaponiya keçirik. Baxaq 19-cu əsrin əvvəllərində yenə Yaponiyada qapalı ölkədir. Qapalı ölkə. Ölkədə real hakimiyyət imperatora məxsusdur, amma faktiki
Faktiki olaraq ölkəni Siyoğunlar idarə edirlər. Siyoğunlar idarə edirlər və bu Siyoğunlar baxmayaraq ki, ölkə qapalı ölkədir, yavaş-yavaş başlayırlar xarici dövlətlərlə müqavilə imzalamağa. Məsələn, 1854-cü ildə Yaponiya ilə ABŞ arasında bir müqavilə imzalanır. Bu müqaviləyə əsasən Yaponlar ABŞ tacirlərinə Shimoda və Hakodatidə ticarət etmək imtiyazı verirlər. Hətta Shimodada ABŞ konsulluğu da açılır. Məhz ABŞ-la imzalanan 1854-cü il müqaviləsinə əsasən Yaponiyanın qapalılıq siyasətindən imtina etməsini görürük. Yəni, qapalı ölkə statusunu itirir. Çünki artıq sən ölkəni xarici bir tacir olsa belə artıq açmısan, qapalı ölkə deyilsən. Yaponiya ABŞ-la bu müqaviləni imzaladıqdan sonra Rusiya və digər Avropa dövlətləri də Yaponiya ilə belə müqavilələr imzalayırlar. Artıq dövlətin daxilində xaricilərin bu qədər artması idarə etmədə narazılıq törədəcək. Bu narazılığı da ona görəcək ki, 1867-1868-ci illər burjua inqilabımız olacaq. Yaponiya burjua inqilabı. Bu inqilabda 1867-də artıq Siyoğunlar idarə etmədən əl çəkəcəklər, hakimiyyəti imperatora qaytaracaqlar və Mutsuhito imperator elan ediləcək. Mutsuhito 1867-1912-ci illərdə hakimiyyətdə olacaq. Mutsuhito imperator elan edilir və Mutsuhito 1868-ci ildə Siyoğun rejiminin ləğvi haqqında qərar verir və bütün hakimiyyət Yaponiyada keçir imperatorun əlinə. Bundan sonra başlayır Yaponiyada burjua islahatları dövrü. Yazırıq bura burjua islahatları. Bir çox sahədə islahatlar keçirilir. Məsələn, idarə etmə əsasən də inzibati idarə etmə ilə bağlı knyazlıqlar ləğv edilir. Knyazlar artıq keçmiş knyazlar dövlətdən başlayırlar məvacib təqaüd almağa. Knyazların yerində prefekturalar yaradılacaq. Təhsil sahəsində islahat keçiriləcək. 6 yaşdan etibarən 4 illik müddətində icbari təhsil nəzərdə tutulacaq. Avropa nümunəsində nazirliklər açılacaq. İlk qadın pedaqoji məktəbi açılacaq. Vahid pul qəbul ediləcək. Xarici dövlətin, daha doğrusu indiyə qədər bir növ milliləşdirdiyi dövlətə məxsus olan, dövlətin sərəncamında olan kapital müəssisələri satılacaq ayrı-ayrı adamlara və özəl sahibkarlığın, azad sahibkarlığın inkişafı üçün şərait baş verəcək. Bunlar hər biri burjua islahatının mahiyyətidir Yaponiyada. Bütün bunların gedişində 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası qəbul ediləcək. Yaponiya konstitusiyasına əsasən dövlətdə qanunverici və icra edici hakimiyyət imperatora məxsusdur və imperator müqəddəs, toxunulmaz elan edilir və vətəndaşlara söz, mətbuat, vicdan azadlığı verilir. Mətbuat və vicdan azadlığı verilir Yaponiya konstitusiyasına əsasən. 19-cu əsrin sonunda bayaq dediyimiz hadisə, bütün bunlar olandan sonra Yaponiya başlayır müstəmləkəçilik siyasəti yeritməyə, Rükü adalarını ələ keçirir, Tayvanı ələ keçirir. Ondan sonra Koreya uğrunda Çinlə müharibəsi başlayır. 1895-ci illəri əhatə edən Çin-Yaponiya müharibəsi. Müharibəmiz Koreya uğrunda idi və müharibənin nəticəsində Yaponlar qalib gəlir, Çin məğlub olur. Yaponiya Koreyada öz üstünlüyünü qəbul etdirir Çinə və daha sonra Çin Yaponiyaya təzminat ödəyir. Koreya, bir də Çin təzminat ödəyəcək böyük məbləğdə. Bu olacaq bizim Çin-Yapon müharibəmiz. Daha sonra 20-ci əsrin əvvəllərinə gələndə Yaponiyanın uzaq şərqdə əsas rəqibi Rusiyadır və Rusiya ilə müharibəsi olacaq. 1904 və 1905-ci illərdə Rus-Yapon müharibəsi görəcək. Rus-Yapon müharibəsinin gedişində, Tsusima döyüşündə Yaponlar qalib gələcəklər və müharibənin taleyi bir növ həll olunmuş olacaq. 1905-ci ildə ABŞ-ın Portsmouth şəhərində bir müqavilə imzalanacaq. Bu müqaviləyə əsasən Yaponiya Cənubi Saxalini ələ keçirəcək. Cənubi Saxalin verildi Yaponiyaya və Cənubi Manjuriya və Koreya üzərində də şəriksiz ağalığını Rusiyaya tanıtdı. Həmin bu Rus-Yapon müharibəsindəki məğlubiyyət Rusiyanın öz daxilində də inqilaba gətirib çıxardacaq. Birinci Rus inqilabını görmüş olacaq. Bu da olacaq 20-ci əsrin əvvəllərində və yəni 19 və 20-ci əsrin əvvəllərində Yaponiyamız. Bunları öyrəndik, yadda saxladıq. Bir dənə mən çəkilim, siz istəyirsiniz buradan skrininizi götürün. Ondan sonra davam eləyək.
19 və 20-ci əsrin əvvəllərində dövlətlərarası münasibətlər. Əslində dövlətlərarası münasibətlərdə yeni deyəcəyimiz şey elə də çox deyil. Sadəcə bir növ bu 19-cu əsrdə keçdiyimiz bütün dövlətlərdə ümumiləşdirmə edəcəyik. Baxa görək nədən danışacağıq, nə baş verəcək. Başlayacağıq birinci Napoleondan. Avropalıları işə salıb. Görək nə iş görüb Napoleon. Qısa şəkildə qeyd edəcəm. Siz də özünüzdə qeyd edin, nələr lazımdır, nəyə diqqət yetirməliyik. Ondan da 19 və 20-ci əsrin əvvəlləri mövzumuz bitsin. Yekunlaşdıraq, bunu da qoyaq kənara. Əgər abituriyentsinizsə 19 və 20-ci əsrin əvvəlləri mövzusundan situasiya düşsə, lap yaxşı, 3 dənə sualınız var. Situasiya düşməsə belə mütləq şəkildə bir sualınız var. Dünya dövlətləri 19 və 20-ci əsrin əvvəllərində mövzusundan. Yazaq 19 və 20-ci əsrin əvvəllərində dövlətlər arası münasibətlər. Deməli, ilk olaraq nədən danışacağıq biz? Burada başlayırıq məsələn 1804-cü ildə Napoleonun fəaliyyətindən. Napoleon, ümumiyyətlə Fransada burjua inqilab dövründə ona qarşı 1792-ci ildə koalisiya qurulmuşdu. 1804-cü ildə növbəti dəfə Fransaya qarşı, Napoleona qarşı koalisiya qurulur. Bu koalisiyada əsasən var İngiltərə, Rusiya, Avstriya və İsveç. Onlar başlayırlar mübarizəyə. 1805-ci il Trafalgar, Austerlitz, sonra 1806-cı ildə Berlinə daxil olur, Müqəddəs Roma imperiyasına son qoyur. İlləri sadəcə olaraq buradan qeyd edəcəm, çünki bunlar bildiyimiz məsələdir. 1805-1806 Müqəddəs Roma imperiyasına son qoyulması, 1807-ci ildə Rusiya ilə Tilsit müqaviləsinin imzalanması, 1812-ci ildə Rusiya yürüyüş, Baradina döyüşü, Baradina döyüşündən sonra növbəti dəfə müttəfiqlər bir koalisiya yaradıb 1813-də Napoleonu məğlub eləyəcəklər. Gəldik, çıxdıq 1814-1815-ci il Viyana Konqresinə. Viyana Konqresi haqqında aslında biz danışmışıq. Burada bir neçə əlavəmiz eləyəcək ki, Viyana Konqresinə Avropa dövlətlərindən bir dənə Osmanlını dəvət eləməyiblər. Digər bütün Avropa dövlətləri iştirak edir. Osmanlı burada yoxdur. Konqresdə aparıcı rolu oynayır hansı dövlətlər? İngiltərə, Rusiya, daha sonra Avstriya və Prusiya. Konqresdə aparıcı rol oynayan dövlətlərimiz bunlardan ibarətdir. Məsələn, demişdik ki, İngiltərəyə Ceylon, Malta, Afrikanın cənubu, Rusiyaya Polşanın bir hissəsi, Avstriya və Prusiyadan ibarət Alman İttifaqının təşkil edilməsi, Fransanın inqilabdan əvvəlki sərhədlərinə qaytarılması, Fransanın təzminat ödəməsi hər biri Viyana Konqresində öz əksini tapmışdı. Əlavə olaraq onu da demişdik ki, Viyana Konqresinin gedişində Rus çarı 1-ci Aleksandrın təklifi ilə müqəddəs ittifaq yaradılmışdı. Müqəddəs ittifaqın da əsas məqsədi Osmanlıya qarşı mübarizə və Avropadakı inqilabi hərəkatları yatırmaq idi. Yəni bir növ Fransadakı inqilabdan sonra Avropa dövlətləri öz hakimiyyətləri üçün bir növ qorxuya düşürlər və ona görə Viyana Konqresində belə bir qərar qəbul edirlər ki, dövlətlər artıq Fransadan alınan ərazilər, yəni etnik prinsip əsasında yox, yəni burada bu xalq yaşayır, bu dövləti yaratsın, yox. Həmin o ərazini idarə edən monarxlara məxsusdur, yəni sülalələrə məxsusdur. Belə bir ifadə meydana gəlir. Monarxiya sülalələrinin legitimliyi. Monarxiya sülalələrinin legitimliyi. Yəni, hər bir dövlət onu idarə edən sülalənindir. Bu bir ifadə. Və Viyana Konqresi ilə artıq Avropada güc tarazlığı dediyimiz hadisə başlayır. Güc tarazlığı. Və Viyana Konqresinin çağırılmasından sonra 19-cu əsr, 20-ci əsrin əvvəllərində Avropada dövlətlərarası münasibətlər davamlı olaraq çağırılan konqreslər əsasında təşkil edilir. Bir də onu deyə bilərik ki, Napoleon bu ki işğallar aparır 19-cu əsrin birinci rübündə. Napoleonun bu işğalları 1648-ci ildə ki o böyük Vestfaliya konqresimiz keçirilmişdi və dövlətlər müəyyənləşdirilmişlər öz aralarında olan məsələni. Bir status quo yaranmışdı, yəni mövcud vəziyyət. Həmin bu Napoleon işğalları 1648-dən bəri olan status quo-ya son qoymuşdu. Gəldilər Viyana Konqresində güc tarazlığı məsələsini bərpa etdilər. Daha sonra biz nə görürük? Krım müharibəsi görürük. Orada Krım müharibəsində fərqli deyəcəyimiz bir şey yoxdur. Sadəcə əsas diqqət yetirməli olduğumuz məsələ odur ki, Krım müharibəsi adı Krım müharibəsi olsa da müharibə Krım uğrunda deyil. Sadəcə əsas hərbi əməliyyatlar Krım ərazisinə gedib deyə oradadır. Ondan sonra Berlin Konqresi, danışmışıq bunlar barədə. Berlin Konqresindən sonra 19-cu əsrdə Almaniyanın birləşdirmə prosesi, Bismarck, bunu da qeyd eləmişik. Orada incə bir məsələ var, onu qeyd etmək istəyirəm sizə. Bu məsələ nədən ibarətdir? Almaniya birləşdiriləndən sonra
Kitabda sizə yazır ki, Bismarck güc tarazlığını qorumaq üçün Fransanın deyir təcrid olunma prosesini dəstəkləyir. Bax, belə bir ifadə sizi çaşdırmasın. Deyir ki, Bismarck Fransanın təcrid olunmasını dəstəkləyir ki, Fransa təcrid olunsun. Təcrid. Amma digər tərəfdən də yazır ki, Bismarck Fransadakı respublika rejimini dəstəkləyir. Burada qalırsınız ki, əgər Bismarck respublikanı dəstəkləyirsə, bu təcrid olunma hardan çıxır? Məsələ nədən ibarətdir? Baxın, biz nə dedik? Dedik ki, Viyana konqresində deyirlər ki, monarxiya. Digər Avropa dövlətləri monarxiyadır, amma 1870-ci ildə Fransa olub respublika. Bismarck da respublikanı dəstəkləyir ki, sən respublikasansa, digər monarxiya olan dövlətlərlə əlaqə saxlaya bilməyəcəksən. Onlarla vəziyyətin o qədər də yaxşı olmayacaq. Çünki onlar səndən əlaqə qurmaq istəməyəcəklər. Onlar monarxiyadır, öz hakimiyyətlərini qurmaq istəyirlər. Amma səndə respublikadır, xalq işidir, xalq hakimiyyətidir. Ona görə Bismarck Fransanın təcrid olunmasını dəstəkləmək məqsədi ilə respublikanın yanındadır. Fransa respublikasının yanındadır. Sonra nə deyək? Əfqanistan uğrunda İngiltərə, Rusiya rəqabətini bilirik. Berlin konqresini dedik, San Stefanodan sonra İngiltərədə, Avstriya, Macarıstandır, Rusiyadır. Rusiya nədir? İngiltərə, Avstriya, Macarıstan, Albaniya. Bunlar Balkanlarda Rusiyanın möhkəmlənməyini istəmirdilər deyə Berlin konqresini çağırırlar. Orada qərarlar qəbul edilir. Sonra 20-ci əsrin əvvəllərinə gələndə yenə biz orada Balkan müharibələrini görürük. Antantadır, sonra 90-cı illərin birinci əsrdə Fransa, Rusiyanın yaxınlaşması. Yəni bunlar hamısı ümumiləşdirilmiş bir vəziyyətdir, ümumiləşdirilmiş bir mövzudur. Burada deyəcəyimiz hər bir şeyi qeyd eləmişik. Bir dənə əlavə onu eləyə bilərik ki, Berlin konqresinin qərarlarında, buraya yazacağım. Berlin konqresinin qərarlarında 1878-ci ildə Osmanlı ilə bağlı, məsələn, bilirdik ki, Bolqarıstan Osmanlının himayəsində asılı olur, Osmanlıdan asılı olaraq qalır. Bir də Şərqi Rumeli, Makedoniya və Şərqi Anadoluda bir hissəsi Osmanlıya qaytarılır. Hansı ki, San Stefanoda yəqin ki, Rusiyanı almışdı. Bu da olur belə. Gəlib dayanırıq 1-ci Dünya müharibəsinin astanasında. Amma bundan sonraki dərsimiz 1-ci Dünya müharibəsi deyil. Bir dənə Azərbaycan tarixinə gedib, ondan sonra 1-ci Dünya müharibəsinə qayıdacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər hansısa bir sözünüz, sualınız olarsa, rəy bölməsində bölüşə bilərsiniz. Cavablandırılacaq mənim tərəfimdən. Bu qədər. Növbəti dərs videolarında görüşənə qədər hələlik.